İmam Hüseyn əleyhissalamın Kərbaladan qardaşına məktubu. Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş. İmam Baqir əleyhissalamdan rəvayət olunan bir hədisdə deyilir ki, Həzrət İmam Hüseyn əleyhissalam Kərbalada olarkən qardaşı Muhammed Hənəfiyyəyə çox qısa bir məktubda yazır. Bismillahirrahmanirrahim. Minəl Hüseyn ibn Ali ilə Muhammed ibn Ali və min qibalihi min bəni Həşim. Əmmə bə'd, fəkəənnəd dünya ləm təkun və kəənnəl əxirətə ləm təzəl. Vəssələm. Bismillahirrahmanirrahim. Hüseyn ibn Ali'dən Muhammed ibn Aliyə və onun timsalında Bəni Haşim cəmaatına. Amma sonra, sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş. Vəssalam. İmam Hüseyn əleyhissalamın bu qısa kəlamının izahını Aşura gecəsi ənsarı üçün etdiyi çıxışında görmək olar. Agah olun, həqiqətən dünyanın şirini də, acısı da yuxudur. Oyanış axirətdə olacaq. Əsl nicat əhli orada nicat tapanlar və əsl bədbəxtlər orada bədbəxt olanlardır. Bundan əlavə Quran-ı Kərimdə keçən ayələrə görə Həzrət Yəhya əleyhissalam və Həzrət İsa əleyhissalama 3 məqamda salam deyilib. Anadan olduğu gün, öldüyü gün, qiyamət günü yenidən dirildiyi gün. Məryəm surəsi 15 və 33-cü ayələr. Həmçinin bəzi Quran ayələri qiyamət gününə işarə edərək vurğulayır ki, insanlar həmin səhnədə elə sanacaqlar ki, sanki dünyada bir gecə və ya bir gündüz yaşayıblar və ola bilsin də günün bir hissəsini dünyada olublar. Naziət surəsi 46, Yunus surəsi 45-ci ayələr. Buna görə də insan bu 3 günün övladı hesab edilir. Ömrü 3 gün qədər az bir müddətdir. Bu 3 gün bir yuxu kimi gəlir, keçir və insan bir də ayılır ki, böyük bir məhkəmədə hesab verməli və o hesaba əsasən əbədi bir həyat yaşamalıdır. İmam Hüseyn əleyhissalam qardaşına yazdığı məktubda dünyanı acılı və şirinli bir yuxu hesab edib ki, bir anda gəlib keçir. Və xəbərdarlıq edir ki, məbada əbədi bir həyatı bir anlıq yuxunun badına verəsiniz. Ağıllı insan bu dünyanın nemətindən keçici bir səfər üçün bəs edər qədərinə kifayət edir, ürək bağlamır. Nəticədə səfəri yüngül keçir, yol üstü şeylərə ilişib qalmır və səfərdə tanış olduqları ilə ayrılıq ona çətin gəlmir. Dünyanın mahiyyəti tez keçən bir yuxu imişsə, bu yuxuya bağlanmaq ağılsızlıqdır. Ağıllı adamlar isə bu yuxunu ən gözəl şəkildə, yəni şəhadətə çataraq Allahın huzuruna ucalmaqla bitirirlər. İmam Hüseyn əleyhissalamın bu qısa kəlamını 11-ci hicri əsrində yaşamış Şiə alimi Fəxruddin Tureyhi Əl-Muntaxab fi Cəmi'il Mərasi vəl-Xutab adlı əsərində fərqli şəkildə verib ki, bu fərqlilik hədisin başqa bir nəql nüsxəsi, məzmun nəqli və ya müəllifin öz izahı ola bilər. Hədisin mənasını anlamaqda kömək etdiyi üçün həmin mətni də veririk. Agah olun, biz dünya həyatını tərk etdik və şəhid olmağa qərar verdik. Belə düşündük ki, sanki dünya heç vaxt yox imiş və biz bu dünyada yaşamırmışıq və əzəldən əbədi və baqi diyar olan axirət var imiş və biz də əbədi yaşayacaq. Biz axirəti dünyaya